sahə üzrə olan mütəxəssislər, təbiət elmlərinin üzrə alimlər burada tədbirdə iştirak edir. Mən qısaca Sabir doktor haqqında sizə məlumat vermək istəyirəm. Sabir doktordur, bildiyiniz kimi, Tibb Universitetini bitirib. Cəlilabad rayonunda doğulur. Sabir doktorun uşaqlığının böyüdüyü mühit çox ictimai sahədə, rayon ictimaiyyətinə, sosial sahəyə çox bağlı bir ailədə böyüyür. Yəni, bu nə deməkdir? Bu deməkdir ki, doktorun atası, əmisi, digər insanlar Cəlilabad rayonu sosial mühitində xüsusi hörməti olan insanlar olub, din xadimləri olub ailələrində, bu sahədə hökm dövlət adamları olub. Bu ailədə böyüdüyünə görə Sabir doktorun özünün bu anlaşmasında onun böyüdüyü ailənin xüsusi əhəmiyyətini qeyd eləməliyik. Yəni ki, bu kitablarda yazılmayıb, amma mən Sabir doktorun ailəsini tanıdığım üçün, yaxın olduğumuz üçün, həm də qohumluq əlaqələrimiz olduğu üçün bunu bilirəm. Sizə də məlumat üçün deyirəm. Hələ gənc yaşlarında doktorumuz, doktor, xahiş edirəm, siz gəlin, əyləşin burada, o qarşılama ilə Zəka müəllim məşğul olar. Narahat olmayın, biz bilirik, sizin məsuliyyətin narahatçılığıdır, heç bir problem yoxdur. Bu məsələ elə məsələdir ki, burada biz çalışmalıyıq ki, bizim bu təqdimat mərasimimiz səmimiyyət mühitində davam edəsin. Bu həm də ona xidmət edir ki, bizim ayrı-ayrı ixtisas sahələrində olan insanların cəmiyyətə ideya sahiblərinin, yəni o cümlədən də Sabir doktor bu ideya sahiblərindən biridir. Bu ideya sahiblərinin cəmiyyətdə özlərinin müəyyən fikirləri var da, hər bir insanın özünün fikri var. O cümlədən də doktor. Bu fikir, açığını deyim ki, mən uzun illərdir bu elm sahəsində çalışıram. Bu hal xüsusi əhəmiyyət kəsb edən haldır. Yəni, nə mənada? Sabir doktoru müəyyən insanlardan fərqləndirən əsas cəhətini mən sizə deyim. Çox adamlar fikirləşir, düşünür, müəyyən ideya sahibləridir. Amma insanlar bu ideyaların, fəlsəfi fikirlərini mətnə, tekstə, kitaba köçürtməklə çətinlik çəkirlər. Yəni, nə mənada insanlar öz fikirlərini ifadə eləməkdə çətinlik çəkir. O cümlədən də şəxsi həyat, gündəlik problemlər, sosial həyat, bunlar hamısı insanın başındadır və ola bilər ki, həmən insanda o ideyalar, gözəl fikirlər, sosial problemlər və yaxud da gündəlik tələbatın içərisində sönür, batır gedir. Amma bizim doktorumuz özünün fəlsəfi ideyaları, insanın mükəmməl bir varlıq kimi insanda əmələ gələn təfəkkürü, onun düşüncə tərzinin birbaşa kimyəvi, fiziki və təbiətlə əlaqədar hansı proseslərlə əlaqəli olduğunu izah eləməyə çalışır. Yəni, bu bilirsiniz, o deməkdir ki, insanlıq, cəmiyyət yarandığı gündən bu günə qədər belə bir sual var bu insanlığın qarşısında ki, bu insan necə düşünür, bu düşüncə necə yaranır, təfəkkür necə formalaşır, insanın özünün deyək ki, müəyyən fəlsəfi fikirlər, ideyalar necə insanın ağlına gəlir və bu məsələlərlə paralel digər məsələləri insanın fiziologiyasında baş verən proseslərlə əlaqələndirir doktor və çalışır ki, bu əsəri ilə
bizə, yəni ki, bütün cəmiyyətə bir mesaj versin ki, insan öz-özünə əmələ gələn məxluq yox, bu xüsusi tək insan yox da, ümumiyyətlə canlı bəşər, söhbət canlıdan gedir. Burada xüsusi bir yüksək elmi yanaşma var. Yəni ki, bu elmi yanaşma onu özündə ehtiva edir ki, atomların molekullar formasında birləşməsi, bu molekulların bir-biri ilə reaksiya gedəndə hansı bir xarakter xüsusiyyəti başqa bir maddiyə çevrilməsi, xassələrin dəyişməsi. Burada deyək ki, insan şuurunda əmələ gələn fikirlər, düşüncələr, onun özünün yaranmasının fizioloji, yəni ki, izahını vermək istəyir. Bilirsiniz, bu nə deməkdir? Bu o deməkdir ki, yəni insan necə düşünür, bunun mexanizmi nədən ibarətdir? Bu çox, mən kitabı oxumuşam, uzun müddətlə doktorla müsahibələrdə fikir mübadiləsi aparmışım. Yəni bu yanaşma çox redk bir yanaşmadır. Mən sizə təşəkkür edirəm bugünkü bu təqdimatda iştirak etdiyinizə görə. İndi hələ bu kitabın o qədər fəsilləri var ki, ola bilər ki, mən onun müəyyən hissələrini dərk eləmirəm, başa düşmürəm. Amma Sabir doktor bunu yazıb, təqdim edir bütün cəmiyyətə ki, mənim bu fikirlərim var. Və bu sahədə doktorun bu fikirlərini, bəlkə də ola bilər, mən arada ona demişəm ki, sənin bu fəlsəfi fikirlərin ola bilər gələcəkdə fəlsəfi elminə yanaşı, həm də təbiət elmlərində və insanın öyrənilməsində müəyyən elmi istiqamətlər yaratsın. Çünki doktor kimya proseslərdə, yəni ki, atomların birləşən molekul yaratmasında xassə dəyişkənliyi, o xassənin təzədən başqa bir çevrilmələrdən müəyyən başqa bir xassələrin yaratması fikri burada belə, məndə belə bir fikir formalaşdırır ki, yəni doktor istəyir insanlara öz fikrini çatdırsın ki, ilahi bir qüvvə bu prosesləri yüksək elmi ardıcıllıqla, dəqiqliklə yerinə getirir və düşünən bir beyin və yaxud da ki, bir hüceyrə yaradır və yaxud, bax, belə bir, bəlkə səhv edirəm doktor. Mən elə düşünürəm ki, yəni, bu kitabın adı da fizioloji və ilahi mahiyyəti verilməyində, bunun əsas, mən düşünürəm, məqsəd bundan ibarətdir ki, burada tək insanın yox, o cümlədən bütün canlıların, yaranmış canlıların hansı formada yaranıbsa, ona bir izah verməyə çalışır doktor bu kitabında. İndi Müller'in bir ideyası var, deyir ki, o vaxtlar suda müəyyən üzvü birləşmələr birləşdi, nə oldu, sonra gəldi, bir hüceyrələ əmələ gəldi, ondan sonra təkamül prosesi nəticəsində nə oldu, o da fərziyyədə o da özünü doğrultmadı. Ondan sonra ümumiyyətlə bu canlıların yaranması üçün müxtəlif hipotezalar var, siz bilirsiniz, bu sahədə işləyən insanlar. Hələ də tam təsdiqini tapan elə bir fərziyyə, hipoteza yoxdur ki, bu canlı necə formalaşır, tam dəqiq onun sübutu yoxdur. Doktor da bu fəlsəfi kitabında özü həkim olaraq bu canlıların yaranmasında həmən o reaksiyaların rolunu və insanda olan şuur, düşüncə, məhşurə, ondan sonra fikir yürütmə mahiyyətini, həmən o insanın beynində baş verən müəyyən reaksiyaların, proseslərin nəticəsi kimi şərh eləməyə yəni ki, çalışır. Mən şəxsən çox şeylər orada danışa bilərəm, sizin vaxtını çoxalmaq istəmirəm, amma mənim müəyyən bu sahədə başa düşdüklərim elə bil ki, bir hissəsi bundan ibarətdir. Hörmətli bizim tədbirin iştirakçıları, bu tədbirdə mən Sabir doktorla məsləhətləşib müəyyən təqdimatın gelişi üçün həm fəlsəfə, həm tibb, həm də digər kimya sahəsində olan alimlərimizin
görkəmli insanların kitabla tanış olan şəxslərin fikirləri çox bizim üçün əhəmiyyətlidir. Ona görə də icazə versəniz, biz sözün fəlsəfə sahəsində fəlsəfə elmləri doktoru Füzuli Qurbanova verərdik. Füzuli müəllim, əgər fikriniz buyura bilərsiniz. Buyurun. Çok teşekkür ediyorum. Önce müəllifi bu uğurlu kitab münasibətilə təbrik edirəm. Məsələ onunla bağlıdır ki, fəlsəfədən tibb sahəsində çalışan bir insanın yaradıcılığına baxmağın özü də maraqlıdır. Çünki tarix boyu tibblə fəlsəfə bir-birindən tamamlayıblar, bir-birindən çox isti belə ehtimal arası münasibətdə olublar. Və hətta bilirsiniz, fəlsəfə tarixində elə filosoflar var ki, öz ideyalarını, fikirlərini izah eləmək üçün birbaşa tibbi araşdırmalara müraciət edib. Bu baxımdan mən sözün həqiqi mənasında bir Azərbaycanlı həkimin, indi deyə bilərəm, elmi tədqiqatçının fəlsəfə ilə tibbin sərhədində, kateqoriyal anlayış və ideya sərhədində bir məsələyə yanaşması və cəsarətlə öz fikirlərini söyləməsi çox sevindirdi. Həqiqi mənada bir xeyli də qürur duydum. Çünki əgər fəlsəfənin özünə həm insanın təbiəti, həm dünya, həm də ilahi mahiyyətdən baxanda qərb fəlsəfə tarixində, şərq fəlsəfə tarixində, o cümlədən Azərbaycan fəlsəfə tarixində o qədər maraqlı və bəzən bir-birini təksib edən fikirlər, ideyalar olur ki, onların qovşağında ümumi təsəvvürün yaranması biraz çətin olur, mürəkkəb hadisəyə çevrilir. Vəziyyət xüsusilə keçən əsrin ikinci yarısından süni intellekt adlanan, süni varlıq kimi də başa düşülən bir fenomenin meydana gəlməsinlə daha da qərizləşir. Belə baxanda süni intellektin həm tibbi, həm fizioloji, həm psixoloji, həm də fəlsəfi izahına da böyük ehtiyac var. Ona görə kitabı böyük həvəslə oxudum və burada müəllifin yanaşmasının ümumi fəlsəfi xarakteristikasını mən istəyərdim ki, imkanın daxilində sizə çatdıram. Çünki fəlsəfə üçün məsələnin qoyuluşu çox önəmlidir. Məsələ ondan ibarətdir ki, öncədən fəlsəfəni anlamaq baxımından belə müəllifin mövqeyi düşündürücüdür. Çünki o fəlsəfiyə nə sırf kognitiv, yəni idraki aspektdə, nə də sırf sosial mədəni və yaxud da ki, kulturoloji aspektdə baxır. O fəlsəfiyə bütün aspektlərin sintezində, kompleksində, onların yaratdığı ümumi mənzərədə baxmaq istəyir. Və burada fizioloji məqamdan, fəlsəfi məqamdan, mənəvi, əxlaqi sahəyə, oradan ilahi məqama və sosyo-kültür mühitə keçiddə bir-birindən əlaqədə götürülür. Maraqlıdır ki, burada müəllifin belə bir tezisi var. Mən o tezisi burada qısaca olaraq təkrar etmək istəyirəm. Səhv eləmirəmsə 49-cu səhvəd yanında qalıb, xeyli vaxt keçir. Fəlsəfənin həm insanın təbiətindən izah edir, həm də ki, həm fizioloji aspektdən, həm də onun ətraf mühitlə, mühitdə yaranmasına deyir və deyir ki, o ətraf mühit vasitədir. Deməli, belə nəticə çıxır ki, fəlsəfə insanın daxili mahiyyətindən qaynaqlanan,
ondan yaranan mənəvi dəyərdir. İntellektual faktordur və ya faktdır. Fəlsəfənin intellektual fakt olması üçün, daxildən qaynaqlanması üçün öncə o psixoloji artefakta çevrilməli. Yəni, təhdər şuurdan gələn nələrisə fəlsəfə məntiq süzgecindən keçirməlidir. Amma o təhdər şuurdan gələn ifadəsi var. O, haradandır təhdər şuura, haradan gəlir? İlahi kökü, bağlılığı hiss edirsiniz yəqin ki. Onda belə çıxır ki, çox maraqlı şəkildə kitabda bunu qoydu, faktlarla da, anlayışlarla da izah etməyə çalışmışdır ki, bütün hallarda insanın daxili fizioloji, yəni fəlsəfənin insanın daxili təbiətinin məhsulu olmasıyla yanaşı, onun əsas kökü ilahi məqama bağlıdır. Burada ilahi dedikdə bəzən sırf dini kimi başa düşmək var, amma fəlsəfədə bu bir obrazdır. Yəni, elə ümumi, insanın özündən asılı olmayaraq, insanın fizioloji quruluşundan asılı olmayaraq, elə ümumi və bizim üçün əl çatmaz olan mərhələ var ki, o mərhələ ümumiyyətlə dünyada mövcud olanların hər bir varlığın mahiyyətinin kökündə dayanır. Bu çox maraqlı tezisdir, bilirsinizmi? Bunun fəlsəfəsi üzərində düşünəndə elə mənzərələr yaranır, suallar yaranır ki, o sualların indi də cavabı tam məlumdur. Mən inanmıram ki, nə olsa da məlum olsun. Elə də müəllif də kitabda onu həmişə sirli dünya, heç vaxt açılmayan, əl çatmaz bir məqam kimi göstərir və məncə haqlıdır. Bununla bağlı bir neçə fikirlər demək istəyirəm. Keçən əsrin 90-cı illərində David Chalmers adlı bir Avstraliyalı filosof bir ideya irəli sürdü, şuurun çətin məsələsi. Şuurun çətin məsələsi nə deməkdir? Chalmers deyirdi ki, şuuru təcrübə necə mümkün? Yəni, mən beyin iyi necə bilir, rəngi necə görür, seçir, dadı necə müəyyən edir. Və bu suala cavabı o, fəlsəfə ilə elmin kəsişməsində axtarırdı, Sabir doktor kimi. Sabir doktor da fəlsəfə ilə elmin kəsişməsində izah eləməyə çalışır. Onların ortaq gnoseoloji mühitində axtarır suallarına cavabı, fəlsəfənin mahiyyətini və mənə elə gəlir ki, burada tam haqlıdır. Chalmers bunun üçün kvalia anlayışından istifadə edir. Kvaliyanı Lewis daxil edib 1929-cu ildə İngiliz filosoflar da fizioloq oldu. Belə daxil edib ki, beyin özündə şuuru necə yaradır? Əgər bu suala cavab tapa bilsək, onda şuurun mahiyyəti və şuuru təcrübəni bilə bilərik. Belə çıxır ki, fəlsəfə də şuuru təcrübədir. Amma daha dərinlərə gedəndə necə şuuru təcrübədir, onu hələ çox araşdırmaq lazımdır. Buna baxmayaraq, indi o istiqamətdə işlər gedir. Məsələn, fizioloqlar, dünyanın böyük fizioloqları, fizioloji prosesləri öyrənəndə həm də fəlsəfi xarakterli nəzəriyyələr yaratmışlar. Məsələn, Anoxin dinamik sistemlər nəzəriyyəsini yaratmış, birbaşa fiziologiya ilə bağlı olan bir şeydir. Baxın, buradan bura keçid necədir və onun elmi əsasları varmı? Məntiqi əsası var. Filosoflar üçün bu aydındır. Elmi əsaslarını tapmaq özü böyük bir elmdir. Və burada da yenə də müəllifin mövqeyini gücləndirən 2-3 məqamın üzərində dayanmaq lazım gəlir. Birincisi, pandemiya dövründə alimlər çox maraqlı bir qənaətə gəldilər. Virus insanın nevro şəbəkəsindən daxil olur. Orada hər hansı bir hüceyrəni iflic edir, özü keçir onun yerinə, obrazı deyiləsiz, sol tərəfindən zəncinin bir hissəsindən, sağ tərəfindən bir hissəsindən tutur. Buradan gələn informasiyanı əvvəlki hüceyrə kimi ötürmür, özü dəyişir, kodlaşdırır, sonrasını ötürür. Bu deməkdir ki, iyi bilmə, dad bilmə, məntiq kimi proseslərin kökündə doğrudan da fizioloji məqam dayanır. Amma bu fizioloji məqam necə fəlsəfi sahə əmələ gətirir?
Yəni ki, neyronlar şəbəkəsi necə olur ki, maddi olmayan mənəvi effekt yaradır. Bax, o sinergetik effekt deyil, indi biz ona. Bu sinergetik nəticədir və onun necə olmasının tam mexanizmi hələ açılmamışdır. Amma süni intellektlə bağlı filosoflar və filosoflarla yanaşı konkret elm sahələri çox maraqlı tədqiqatlara aparmışdır. Mən deyərəm, Sabir müəllimin yanaşması həmin tədqiqatların fonunda da maraqlı görünür. İləri sürdüyü fizioloji faktorla mənəvi, əxlaqi, ilahi faktorun qarşılıqlı münasibəti haqqında sürdüyü fikirlər bu və ya digər formada onlarda da rastlayır. Məsələn, Senkevich Kanadada prekariyar alimdir, yəni ki, heç bir rəsmi bağlantısı olmayan, amma süni intellekt sahəsində böyük nəticələri olan adamlardan biridir. O belə bir tez irəli sürdü, şuur modelləşdirmək olar. Şuur modelləşdirmək üçün onun anlayışlarını, kateqoriyalarını dəqiq müəyyən edəsək və onlar arasındakı qanuna uyğunluqları riyazi modelə çevirə bilsək, süni şuur mövcuddur. İkinci bir tədqiqat. Ona sonositologiya deyirlər, hüceyrələrin səsini öyrədən elm. Amerikalı bir psixoloq belə bir deməli, təcrübədə çox maraqlı bir nəticə oldu. O hüceyrələri öyrənən zaman, onların elektromaqnit dalğalarını öyrənən zaman, o elektromaqnit dalğaların səsə çevrilən modelini hazırlayıb və görüb ki, hüceyrələr pis olanda biz necə ki inildiyirik, elə inildiyirlər. Sevinəndə biz necə sevinirik, gülürüksə də elə gülürlər. Bu nə deməkdir? Hüceyrə səviyyəsindən də, dərində ferment səviyyəsində çox kiçik fizioloji vahidlərin reaksiyası səs yaradır. Səs isə maddi varlıqdan tamam fərqli. Necə yaranır? Necə olur? Bəlkə bunun kökü ilahi bir mexanizmə bağlıdır. Sonra Belarusiyada və Rusiyada siteleristika adlanan belə bir təlimləri sürüblər. Onun mənasını qısaca sizə deyim. Sual belə qoyurlar. İnsan beyninin funksiyasını, fizioloji xüsusiyyətlərini nəzərə alaraq tamamilə bütünlükdə süni intellektə köçürmək olar ya olmaz. Bu istiqamətdə aparılan tədqiqatlar müəyyən nəticələr verir. Amma məsələnin qoyuluşu, müəllifin yanaşmasının dünya miqyasında belə diqqətli olduğunu göstərir. Çünki bu yanaşmada da fəlsəfi cəhətdən məsələ elə qoyulur. İnsanın fəlsəfiyə, insanın elmə, insanın özünə münasibətləri arasında adekvat bir dərk etmə mühit yaratmaq mümkündür. Bu deməkdir ki, insanın özünə münasibəti ilə insanın ətrafa münasibəti arasında sintezi, vəhdəti fəlsəfi olaraq necə dərk edilir? Çox maraqlı sualdır və bunun axtarışı davam eləməlidir, mənə elə gəlir. Nəhayət bir məqamında deyim, bundan yekunlaşdırmaq istəyirəm. Mənə belə gəlir ki, Azərbaycanda bu istiqamətdə tədqiqatları həm genişləndirmək lazımdır, həm təbliğ eləmək lazımdır, həm təşviq eləmək lazımdır. Çünki bu cür müasir elmin və fəlsəfənin ön sırasında olan problemlərin dərki olmadan bütünlükdə elmi yeniləşdirmək, təfəkkürümüzü yeniləşdirmək olduqca çətin olacaq və bəlkə də mümkün olmayacaq. Və bu sahədə biz digərlərindən bir addım belə arxada qalsaq, geridə qalsaq, bütünlükdə Azərbaycanımıza zərər verə bilər. Buna görə mən Sabir müəllimin bu tədqiqatını çox vacib hesab edirəm, çox aktual hesab edirəm. O, ümumi kitabın yekununda da belə bir ümidi ifadə edib, aydın ifadə edib və mən elə gəlir ki, müəllif bu istiqamətdə tədqiqatlarını davam elətdirəcək. Bu yolda ona böyük uğurlar arzulayıram. Müəllimə təşəkkür edirik. Çox burada gözəl fəlsəfi fikirlər, eşidilməyən yeni frazalar daha bizim tədbiri çox zənginləşdirdiniz və
mən düşünürəm ki, bizim cəmiyyətimiz ümumiyyətlə yeni söz eşitməyə meyilli bizim yaxşı cəmiyyətimiz var. Çünki bu yaxınlarda bizim gənclərimiz keçən il bu tarix alimi İlbər Ortaylı, Cəlal Şəngör onları dəvət eləmişlər, burada görüşlər keçirildi. Və orada cəmaat, gənclər Heydər Əliyev sarayında yer yox idi. Hamısı bilet alıb 30 manatdan 100 manata qədər idi bilet. Bilet alıb hamı gəlib yeni söz eşitmək istəyir, arzusundadır. Yəni bizim cəmiyyətimizdə yeni söz eşitməyə, yeni elmi əsaslarla əlaqədar nəsə eşitməyə çox maraqlıyıq. Ona görə də Füzuli müəllimə təşəkkür edirəm. Çox gözəl fəlsəfi sahələr haqqında məlumat verir. Bu fəlsəfi tərəfinin müəyyən qədər izahı, biz indi bu məsələnin tibbi tərəfdən izahını və onun tibbi əsaslarının doğrudan da əsası olub-olmadığını öyrənməkdən ötürü Azərbaycan Tibb Universiteti Normal Fiziologiya Kafedrasının dosenti fiziolog Aqil müəllimə söz verir. Aqil Əliyev, buyurun Aqil. Salam, hörmətli tədbir iştirakçıları, hər birinizi salamlayıram. Tədbirin sədarətinə mənə söz verdiyinizə görə minnətdarlıq edirəm. Eyni zamanda mən Sabir müəllimə böyük təşəkkür edirəm ki, belə bir gözəl məclisə sahib seçib, məni də dəvət edib. Sağ olun buna görə. İkinci, əlbəttə ki, mən Sabir müəllimi, Sabir həkimi daha doğrusu da, müəllim görmək arasında deyilik. Bu gözəl tədbir münasibəti ilə, kitabların bu səviyyəyə gəlib çatması münasibəti ilə, o cümlədən bu kitabın təqdimat mərasimi münasibəti ilə təbrik edirəm və güman edirəm ki, bundan sonra daha yeni bu cürə tədbirlərimiz olacaq və inşallah ömür vəfa verərsə, biz də o tədbirlərin iştirakçıları olaraq. Bu kitabın ən ilk oxucularındanam mən. Ona görə Sabir müəllimə öz təşəkkürümü bildirirəm. Bu kitabın hələ kitab olmamış elektron versiyasında mənim kompüterimdə flash kartla gətirib vermişdiniz. Oxumuşdum, düzü çox heyran oldum, çox dərin fikirlərə getdim və hesab etdim ki, bu kitaba bir yaxşı rəy yazmaq lazımdır və həmin rəy də bizim institutun elmi katibliyi tərəfindən məmnuniyyətlə təsdiqləndi. Özünün yadındadır və kitabın dərci ilə əlaqədar biz öz müsbət fikirlərimizi dedik. Məndən əvvəlki çıxışçı Füzuli müəllim, bizim filosof, təbii ki, mən fəlsəfə tərəfini onlar qədər deyə bilmərəm, bu məlum, digər tərəflərindən yanaşaram. Burada gözəl bir misal çəkdi, istəyirəm mən də o fikrin üzərinə qayıdam ki, təbbabət və fəlsəfə bunlar sanki bir quşun iki qanadıdır. Yəni, biri o birisiz, o birisi bu birisiz olmayacaq. Təbbabət və fəlsəfə həmişə qoşa yaranır, qoşa inkişaf edir. Və təbii təsadüfi deyil ki, ən böyük filosoflardan biri olan Hipokrat həm də həkim olub. Əl-Fərabi, məsələn, məşhur filosof, çox gözəl musiqişünas, eyni zamanda gözəl təbib olub, həkim olub. İbn Sina dünya səviyyəli filosof olmaqla yanaşı həm də bir nömrəli həkim olub. Və ona görə də mən hesab edirəm ki, düşünürəm ki, Sabir həkim bu camiyyəyə, yəni fəlsəfə camiyyəsinə təsadüfən düşməyib. Yəni, bu, sanki, belə deyək də, öz real, ondan tələb olunan bir missiyanı icra eləməklə məşğuldur. Düzdür, bunu hamı o dərəcədə eləyə bilməsə də, Sabir həkim bunu edir. Bu rəydə də mən göstərmişdim ki, deməli, elmi publisistik janrda yazılmış kitab həqiqətən çox qiymətli kitab olmaqla yanaşı, həm də bu janr ümumiyyətlə biraz çətin janrdır. O mənada ki, həm gərək onun elmi tərəfini biləsən ki, elm aləmindən kimsə bu məsələyə baxanda deyək ki,
mənfi mənada, mənfi gözlə baxmasın, həm də xalqın dilini, cəmiyyətin dilini elə bilmək lazımdır ki, o mürəkkəb elmi məsələləri həmin elmi sahəsinə aid olmayan insanlara onların başa düşə biləcəyi sadə bir dildə onu çatdıra biləsən ki, bu missiyanın ötəsindən Sabir Həkim çox gözəl gəlib düşünürəm və o elmi istinadlarla yanaşı, elmi məsələlərə özünə dayaq götürərək, eyni zamanda çox sadə fikirlərlə, çox sadə sözlərlə, yəni hər hansı bir deyək ki, mühəndis olsun, ədəbiyyatçı olsun, ya başqa sahənin adamı olsun, onun başa düşə biləcəyi bir tərzdə bunu çox gözəl çatdırıb və göstərir ki, burada çox sirli məqamlar var və bu sirləri açmağa çalışıb. Məsəl üçün, burada Sabir müəllimin, Sabir doktorun belə bir fikri var ki, canlılar o inkişaf səviyyəsinə görə birinci o neyronların sayı məsələsi var idi burada, yazıldadırsa, beyində, o sinir sistemində neyronların sayı. Təbii ki, bir instinktiv fəaliyyətlə yaşayan bir arının, milçəyin və yaxud çəyirtkənin deyək ki, neyron sayı ilə bir ali canlı götürək, ali məsələn quşları götürək, məməliləri götürək, bunlar eyni ola bilməz və təbii ki, onlarla da insan eyni ola bilməz. Və burada çox maraqlı bir məqama toxunub ki, bu canlıların mürəkkəblik səviyyəsindən asılı olaraq onların yetişib ərsəyə gəlməsi üçün fərqli zaman tələb olunur. Məsələn, deyir ki, orada məsələn bu ən ali canlı olan, yer üzünün əşrəfi olan insanın yetişib insan olaraq cəmiyyətə gəlib çatması üçün, cəmiyyət səviyyəsində özünə bir mövqe tuta bilməsi üçün daha uzun müddət lazımdır, nəinki digər canlılardan. Həqiqətən mən Sabir Həkimlə burada şərikəm, hətta bir dəfə bir televiziya verilişlərinin birində də mən bu fikri söyləmişdim ki, bir toyuq cücəsi olaraq dünyaya gəlməyə nə var ki? 20 gün üzü istəyirəm, o Kürt yatan toyuğun altında oldu, çıxdı cücə. Cücə çıxandan 1-2 dəqiqə sonra başladı özü dənlənməyə, öz başını girləməyə. Uzağı bir aydan sonra da anasından ayrıldı, oldu sərbəst bir fərq. Amma ondan biraz mürəkkəb götürüb, bir dənə məsələn dovşan balasını götürsək, təbii ki, onun həm hamiləlik müddəti uzun olacaq, həm o özünü sərbəst olaraq anadan olandan sonra gözünü açıb dünyaya baxıb hərəkət edə bilməsi üçün ən azı bir 3 gün vaxt lazım olacaq. Onun bir yetkin fərd olaraq ortaya çatması üçün ən azı bir ay lazım olacaq. Bir götürək hətta eyni nəsildən olan bir pişinklə pələk həyat tərzini. Məsələn, pişiyin deyək ki, anadan olması qısa bir zamanda, 1-2 ay ərzində hamiləlik dövründən sonra 2-3 ay müddətində maksimum anasının yanında olur, 6 aydan sonra artıq sərbəst pişikdir, pişik kimi yaşaya bilər. Amma pələk anadan olandan sonra ən azı 2 il anasının yanında təlim keçməlidir. Çünki o pələk kimi yaşamalıdır. Pişik kimi yaşamağa nə var ki? Pələk isə ən azı 2 il keçməlidir. Yaxşı, pələk 2 il keçməlidirsə, bu Allahın heyvanı və bir insanın insan olaraq cəmiyyətə gəlib çatması üçün nə qədər vaxt lazımdır. Cəmiyyətin inkişaf səviyyəsindən asılı olaraq, Sabir doktor, daha öncəki zamanlarda, məsələn, tarixdən baxırıq, bir insanın insan olaraq cəmiyyətə qoşulmasına 15-20 il bəs edirdi. Amma bugünkü zaman, bugünkü mürəkkəblik o qədər çətinləşib, o qədər mürəkkəbləşib ki, bu sosial münasibətlər və s. bir insanın insan olaraq gəlib cəmiyyətə qoşulub özünə yer tuta bilməsi üçün bəzən 25 ildə bəs eləmir. Övladlarımız gəlir, hələ 30 yaşına çatandan sonra da biz onların yenə arxasında durmalıyıq, kömək eləməliyik, əl tutmalıyıq bir-birimizə ki, onlar gəlsin, cəmiyyət nümayəndəsi olaraq, yetkin bir fərd olaraq gəlsin, bu sosial mühitdə özünə yer tuta bilsin. Onun üçün mən həmişə belə bir sual qoyurdum, o verilişdə də demişdim ki, pişiyə 3 ay bəsdir, pələngə 2 il bəsdir. Bəs insana nə qədər vaxt lazımdır? İnsana bəzən 20-25 il belə azlıq təşkil edir. Və Sabir Həkim burada o məsələləri çox gözəl elmi dildə vermişsiniz.
ki, o neyron sayı, inkişaf müddəti nə qədər inkişaf etməlidir ki, o gəlib o fərd olaraq ortaya çıxa bilsin. Və təbii ki, bu həm tibbi nöqteyi nəzərincən, həm fiziologiya elmi nöqteyi nəzərincən diqqətə layiq deyək ki, fikirlər. Kitabda yeni fikir olaraq maddi aləmin mənəvi varlığa çevrilməsi və maddi aləmin idarə edilməsində vəhdətin olması qeyd olunmaqla bizi düşündürən yeni müddalara yer verir. Yeni müddalara yer verir. Burada kitabda məsəl üçün insanın idraki, məntiqi təfəkkürü, intellektual fəaliyyəti, ağıl səviyyəsi, düşüncəsi necə olur ki, bu o biri canlılardan tamamilə fərqlənir. Çünki elə şeylər var ki, o həm heyvanlara mənsubdur, həm insanlara mənsubdur. Amma elə şeylər var ki, insanda olan və heyvanda olan olması heç cürə mümkün deyil. Bu, yaradan bunu ancaq insana qismət edir. İnsanı elə yaradır ki, ancaq insan o səviyyəyə yüksələ bilər. İvan Petros Pavlovun ali sinir fəaliyyəti nəzəriyyəsi var. Orta məktəbdə bunu hər kəs bilir. Orada göstərilir ki, heyvanlarda ən mürəkkəb, məsələn, delfinlərdə, itlərdə, ən inkişaf etmiş, belə deyək ki, canlılarda, hətta meymunlarda belə şərti reflekslərin 3 pilləsindən o tərəfə keçmək olur. Yəni, bir, deyək ki, işarəni hansısa bir hadisə ilə onun öndən gələn işarənin, bu işarənin gələcəyi bir xəbər kimi ondan daha öncə gələn işarəni, ikinci gələn işarənin xəbərçisi kimi heyvan 3 dənə belə pillə əlaqələndirə bilər. Amma insan nə qədər əlaqələndirəcək? İnsan üçün bunun sayı hesabı yoxdur. İnsan minlərlə hadisələri bir-biri ilə əlaqələndirərək özünün o təfəkkürünü yaradır. Öncədən görməsini müəyyən edə bilir. Və burada göstərilirdi ki, insan bax bu qabiliyyətə sahib olmaqla, sizin burada o ki, belə bir fikir yazmışdınız ki, fizioloji proseslərlə bağlı olan insan xarakteri, insan orqanizminin ayrı-ayrı proseslərinin bütünlükdə insanın fiziki və ruhi mahiyyətini və bu mahiyyətlərin ilkin səbəbləri izah edilir. Daha doğrusu bu rəydə biz yazmışdıq da, belə bir şey. Yəni, buna biz nə demək istəmişdik? Həmən Pavlov nəzəriyyəsinə müvafiq olaraq Pyotr Kuzmisanovun və yaxud da bizim filosof onun adını çəkdi, bilirsiniz ki, o sadəcə həkim, fiziolog deyil, həm də gözəl bir filosof, mən deyərdim, həm də o riyaziyyat sahəsində, fizika sahəsində çox böyük yeniliklərə yol açan bir funksional sistem nəzəriyyəsi vermişdi ki, bu bioloji kibernetikanın əsasını qoymuş. Həmən Pyotr Kuzmisanovun bir məşhur sxemi var, insanın ali davranışının funksional sistem sxemi. Həmən sxemdə göstərilir ki, hər bir insan hər hansı bir fəaliyyət göstərməsi üçün müəyyən bir qərar qəbul etməlidir. Bu qərar üçün o insanın təbii ki, bir motivasiyası olmalıdır, eyni zamanda onun yaddaşında olan məlumatlar olmalıdır, eyni zamanda o düşdüyü mühiti, olduğu mühiti qiymətləndirərək və eyni zamanda istədiyinin olub-olmadığını, reallıq dərəcəsini qiymətləndirərək bir qərar qəbul etməlidir ki, mən bu yola gedirəm və ya getmirəm. Bunu elmi surətdə göstərir. Və burada göstərir ki, insanla heyvanın arasında çox böyük bir fərq var. Heyvan ancaq və ancaq obyektiv və real olaraq nəyi görür, nəyi eşidirsə, onu qiymətləndirə bilir. Dadını bilirsə, dadına görə, qoxusunu bilir, qoxusuna görə, görürsə, görüşünə görə, eşidirsə, səsinə görə və yaxud ona toxunursa, tatil hissiyatına görə, bu 5 orqanoleptik xüsusiyyətinə görə qiymətləndirə bilir hadisələri, bundan sonra qərar verir. Amma insan üçün bunlar azdır. İnsan obyektiv və konkret olanları nəzərə alacaq. Amma bunların fövqündə duran bir mücərrət anlayış var ki, o heyvana aid bir şey deyil. O ancaq insana aid. Amma insan beyninin inkişafı nə dərəcədə onlardan üstündür ki, insan bunun üzərində durur. Məsələn, çox düz istəyirəm, aydın edirəm. Deyək ki, bir
Mən bunu tələbələrimə də deyirəm ki, ağzında ət parçası gedən balaca bir küçük, köpək onu görəndə yaxır qiymətləndirir. Yanında anası var mı onun müdafiləsi? Yoxdur. Sahibi var mı? Yoxdur. Məhəllədə məni daşlayacaq uşaqlar var mı? Yoxdur. Mənə gücü çatar mı? Əsla yox. Əvvəllər mən belə küçüklər çox olmuşam, məsəl üçün. Gedir, tutur, əlindən alır, yiyir. Çünki motivasiyası var, yemək istəyir. Tutub əlindən alır, yiyəcək. O heç vaxt düşünə bilməz ki, bəs axı göydən Allah baxır, bu yetimdir, bu yazıqdır. Buna bu günə salmaq olmaz. Bunu ancaq insan düşünə bilər. İnsan qərar vermədən öncə, o orqanolektik olaraq, yəni heyvan kimi duyduqlarından daha öncə o mücərrət anlayışı qoyur qabağa, birinci onu əsas götürür, sonra digər şeylərə baxır. Bugün burada süni intellekdən danışıldı, texnologiyanın inkişafından danışıldı. Mən hərdən valla tələbələrimə də deyirəm, bu texnologiyanın inkişafı bir tərəfdən yaxşı şeydir. Amma bir tərəfdən də bizi primitivləşdirir. Yəni biz, məsələn, CV-ni göndərdi, kompüterdə açdı, baxdı, hə, yox, getdi. İnsanın gözünə baxmıyor, onun halını görmür. Kağızı gördü da, yazını gördü. Konkret və obyektiv, nə var onu gördü da. Və yaxud götürüb, verir, mühasibə hesablayır. Bu qədər pul ayıracağım, biznesmen məsələsi, bu qədər pul ayıracağım, filan şey tikdirəcəm. Hesabla görün, burada mən nə qədər gəlirim olacaq. Gətirir, hesabı qoyur qabana, deyir, hə, sən bu qədər xərc keçirsən, bu qədər gəlirim olacaq. Baxın, yox qədər səhv eləmir. Amma soruşmur ki, bu tikdirmək istədiyim məsciddirmi, yoxsa bu marxanadır? Və beləliklə biz o, Sabir doktor, bu məsələdə gələcək bu fikirlərimizi bir yerdə bölüşərik inşallah. Bu məsələdə biz sanki insaniyyətdən uzaqlaşırıq. Obyektivləşirik, konkretləşirik, sadələşirik. Və üzr istəyirəm görə bəlkə də primitivləşirik. Bir tərəfdən sanki inkişaf edirik, amma o bir tərəfdən sanki primitivləşirik. Ne üçün? Çünki bizim üçün o deyək ki, məcazi dəyərlər, qeyri-adi dəyərlər, ilahi dəyərlər, onlar sanki yavaş-yavaş azalır. Biz baxırıq ancaq ekranda nə görürük, onu qiymətləndiririk. Mən ona bana bastım, cavab getdi və yaxud bastım, gördüm kimi. Yəni, istəyərdim ki, bu fikirləri də biz sizdən bölüşək. Bundan başqa mən Sabir doktorun yaradıcılığında bir şeyi tək bir kitab deyil, o bir kitablarına da baxmışam. Bir şeyi həmişə, bax o bayaq dediyim o belə deyək ki, ilahi düşüncəni həmişə siz üstün tutursunuz. Və bu mənim ürəyimcədir. Mən çox cavan vaxtları, hələ tələbə vaxtları ateist olmuşam. Açıq da, o vaxt Sovet tərbiyəsi görmüş adam, tələbə, ateist. Amma sonra mən yavaş-yavaş bu elminlə azdan çoxdan da belə özündən qulağından məşğul olduqca başa düşdüm ki, çox böyük səviyyədir. Və fiziologiyanı öyrənəndən sonra, özü bilirsiniz, 40 ildir fiziologiya kafedrasını işləyirəm. Fiziologiyanı öyrənəndən sonra və ya dediyim məsələlərə baxandan sonra mən baxdım ki, nəinki səhv eləmişəm, yox, biraz daha çoxu ifadə eləmək olar. Çünki tamamilə səhv eləmişəm. Yəni, bu elmin dərinliyinə getdikcə, tibb elminin dərinliyinə getdikcə, şimdi başınıza ağrıtmayayım. Məsələn, Kasitski, hələ 84-cü ildə bir kitab bırakmışdı, orada belə bir misal çəkmişdi ki, bir neyronun, hətta bir hüceyrənin qonşu hüceyrələrlə qarşılıqlı əlaqələrini, bir dəqiqəlik qarşılıqlı əlaqələrini hesablamaq üçün 2 EVM zavodu azdır. Yəni, o qədər mürəkkəb əlaqələrdir. Onları oxuyandan sonra, görəndən sonra şöyle deyirsən ki, Allah, sən danırları nəhlət edəcək. Yəni ki, bu başqa yolu yox deyil. Bunu başqa cürə yaratmaq olmaz. Vaqim mən çox üzr istəyirəm, elə o sizlə bir yerdə işlədiyimiz vaxtlar idi.
bir yerdə uşaqlar hazırlayırdıqlar. Onda bir qız gəldi mənə, yaxınlaşdı ki, bəs televiziyada belə bir veriliş var, üzr istəyirəm, hansısa rayonda kiminsə uşağının yanına güya Allah sözü yazılmışdı. Ondan sonra məlum olub ki, flomastırla, nə bilim, qarşı işliklər, nəyinəsə, fırıldaq işlər görülmüşlər. Mənə dedi ki, siz çıxıb televiziyada bu barədə bir müsbət mənada ki, belə bir fantastik bir şey olub, qeyri-adi falan. Dedim, mən qərəmliklər, mən elə şey edə bilmərəm. Dedi, niyə? Dedim, qızım, Allah o qədər aciz deyil ki, hansısa uşağın yanına adını yazmaqla sənə sübut etsin ki, mən varam. Sən mənim gözümün içinə baxanda özümü görürsənmi? Üstün qabağında günəşli hava. Dedim, gözümün içinə baxanda özümü görürsənmi? Dedi, görürəm. Dedim, mən də sənin gözümün içində öz şəklimi görürəm. Sənin xəbərin var ki, bu iki göz bir hüceyrədən yaranır. Sənin xəbərin var ki, nə vaxtsa bütünlükdə bunların hamısı bir hüceyrədən əmələ gəlir. Bunu yaradanın özünü sübut eləməsi üçün gedib adını kiminsə yanına, üzr istəyirəm, adını yazmağın bir mənası varmı? Bu qədər primitiv düşünmək olarmı? Onun varlığı bizim hər adi dediyimiz bir sözün içində belə görünür. Dilimizin hərəkətində belə görünür. Gözümüzün görməsində belə görünür. Bir sözlə... Aqil müəllim müdaxilə edeyim. Burada indi, yəni sizin ifadənizə görə fiziologiya kitabda, təqdim olunan kitabda fiziologiya, yəni ki, qanunsuluq pozulmur da. Yox, əsla. Əsla. Yox. Çünki kitab bütün fiziolojik qanunlara əsaslanaraq bu dediyimiz son fikrə gəlir çıxır. Doktorun fikirləri ilə bizim o barədə fikirlərimiz üstündə düşür, söhbət əsaslanır. Amma xahişim olur, bir balaca reglamentə baxaq. Müəllimlərlə də fikir mübadiləsi aparatı. Gözəl çıxış, qoy danışsın. Maraqlıdır, qoy danışsın. Sözüm budur ki, kitabdan çıxaraq fikrimi söyləyirəm. Yaradılışın səbəbi kimsənin heç vaxt tam olaraq görə və ya anlaya bilməyəcəyi yaradandır. O bizi özünə alternativ olaraq yaratmayıb ki, biz gələk yer üzündə Allah'ı eləyik. O bizi yaradır ki, bizim mövcudluğumuz, onun yaradıcı qüvvəsinin mövcud olduğunu bir nümunəsi olsun, sübut etsin, göstərsin. Çox sağ olun. Kitab o qədər əhatəlidir ki, kitabı yoxdur. Yəni, burada biz çalışmışıq maksimum dərəcədə fəlsəfə, tip, kimya və digər, məsələn, hörmətli Zeynal müəllim akademik, akademiyanın həqiqi üzvü, genetikanın bütün sahələrini əhatə edir. Vaqif müəllim kimya sahəsində Azərbaycanda sahəyə öndərlik edir. İndi bu mənada ondan başqa görkəmli alimlərin iştirak edir, bir-birində alması çəkməsən də. Bu, onu sübut edir, göstərir ki, siz elə bir sahəyə toxunursunuz ki, bu sahə bu dəqiqə bütün hamını maraqlandırır. Həm elm sahəsini, həm fəlsəfi fikri, həm də digər cəmiyyətin sahəsini əhatə edən insanlar. Ona görə də bu məsələni, bizim bu tədbirin əslində mənəvi, deyək ki, dayağı hesab eləmək olar, Vaqif müəllimi. Yəni, Vaqif müəllim, mən də yaxından uzaqdan işitdim ki, Sabit doktorundan həmçə bir fikir mübadiləsi aparır. Bu kitabın belə yüksək səviyyədə təqdim olunmasına siz xüsusilə yəni ki, maraqlı olursunuz. Ona görə də xahiş edərdim, həm siz, həm də hörmətli Zeynal müəllim, xahiş edərdim burada yer tutardınız. Çünki bu məsələ bizim hər sahənin özünün aparıcı alimləri var da. Biz o alimləri yüksək kürsülərdə görməyə arzu edirik, həm də ki, istəyirik. Mənim xahiş edirəm, yerə salmayın. Olarsa, sizin indi çıxışınızdan sonra buyurun, burada kürsüdə sizə hər üzrə deyək ki, hörməti ifadə eləmək istəyirik.
Amma bu mənada bu tədbirin, bu kitabın mənəvi cəhətdən, həm də ki, onun geniş auditoriyalarda müzakirəsinin istəyən bizim görkəmli alimimiz, Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru Yusuf Məmməd Əliyev adına Neft Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov. Buyurun, Vaqif müəllim, xahiş edirik sözünüzü, fikrinizi. Hamınızı xoş gördük. Allah mənə filosoflar məkanında olmaq qismətini bəxş edir. Mənə Cahit Quliyev kimi bir dahi filosof dəstəyir. Mənə Şahtıvar müəllim dialektik material bildirir. Mənə Məmməd Əli müəllim dəstəyir. Mənə Bəxşət Səttarzadə dəstəyir. Qanuna canıba fəlsəfə oxur. Və ona görə də fəlsəfəni mən çox sevirəm. Və deyim ki, fəlsəfə bütün elmlərin üstündə yaranmış, bəşəriyyətə bəxş olmuş ən gözəl bir məhsuldur. Qədim tarixə baxın, heç bir filosof şair olmuyor. Hüquqşünas olmuyor. O təbiətşünas olur. Həkim olur. Mühəndis olur. Dərk etmədən fəlsəfəni yaratmaq olmaz. Ben çox üzrə, bəlkə də məndən bəziləri deyə bilər. Təsəvvür edin ki, bir vaxtlar deyirik ki, atom harda qutarır? Proton, neytron. Sonra gördülər, yox. Biraz da dərinə keçdilər. Gördülər, daha uzağa gedir. İndi bir sonsuzluq işarəsi qoyuruq. Sabir müəllimin özəlliyi ondadır ki, o kimyəvi mahiyyəti fizioloji mahiyyətə çevrilir. Fizioloji mahiyyətin üstündə bərqərar olan fəlsəfi mahiyyətidir. Bax, bəyək siz dediniz, səs. Səs də maddidir. Maddi olmayan heç şey yoxdur. Einstein nəzəriyyəsi nə deyildi? MC kvadratı. Enerjiyə çevrilir, tamam. Maddi itmir. Formasını dəyişir. Siz dediniz ki, insan bir dəqiqə hesab edir ki, fövqəl, əşrəfdir da, amma büyük mən o sözü deyə bilirim. Əgər Gədəb bəylə 74 yaşında bir ananı tək, qollarını, gözlərini, ağzını bağlayır, onun 6 manat pulunu oğluyur, aparan insan varsa, artıq bu əşrəf deyil. Bizim qəbahətlərimiz buradadır. Körpə uşaqları diri-diri, tonqalı atan qonşularımız varsa, bu da Allah'ın bir qismətidir. Bəyək siz dediniz ki, ateist olmuşsunuz, amma bilməm neçə yaşa qədər ateist olmuşsunuz. 20-25 yaşına. Dünyanın Nobel mükafatçısı Francis Collins 2500 alimə rəhbərlik edib 6 il insan genomunu oxumaq. Abanla da məsləhətçi olur. 26 il Allah'ı tanımıyor. Sonra Allah'ı qəbul edir. Və onun bir cümləsi var. 270 milyard genomu oxudum, yenə gördüm Allah'sın mümkün deyil. Ki verirsiniz, 26 yaşında Allah'ı qəbul edir. İnsanın ən böyük qazancı nə ola bilər? Təbiəti sevəsən və Allah'ı sevəsən. Biri sənə yaşam haqqı verəndir, biri səni yaşamandır. Bu ikisi olmasa mümkün deyil. Fəlsəfə nədir? Dünyaya gəliş, dünyanı dərk, analitik təfəkkür, yaratmaq, yaşatmaq və davam. Bu mahiyyətin üstündə fəlsəfə qoyulur. Bu ikisi də həmən o mahiyyətin əlaqəsini verir. Sabir müəllimə bir neçə dəfə bu kitabı
bəzən cümlə oxumuşuq, elədir. Hətta o kitabda bəzi bir oxum mədəniyyətim var, mən həmişə orada xüsusi qeydlər aparıram, yaddan çıxmamaq. Sabir müəllimlə çox şeyi biz müzakirə etdik. Desə bilin ki, %90 Sabir müəllimin yazdıqları mənim qəbul etdiyim kimya yanaşması ilə, fəlsəfi yanaşma ilə üst-üstə düşürdü. O %10'u da biz sadəcə cilalamaq üçün istifadə edirik. Ben Azərbaycan bütün rayonları gəzəndə həmişə istedadlı adamlar axtarım. Ben fərqinə varmıram ki, Sabir müəllim akademiya işçisi deyil. Alim diplomu yoxdur. Ama ben olsaydım, o kişiyə diplomu çoxdan verərdim. En azından fəlsəfə doktoru diplomunu verərdim. Sabir müəllimin Müdrik Kəlamlar kitabı var üstündə, baxın. Filosof olmayan adam, dünyanı dərk etməyən adam bu ifadələri verilməz. Səbəb nəticə və onun mahiyyətini vermək dərk etmədən mümkün deyil. Bax, bizim görkəmli fiziologumuz, yenə də sizə müraciətən deyirəm, indi mən çox təəssüflə deyirəm ki, bir çox heyvanlar var ki, onlarda ünsiyyət mədəniyyəti bizim insan dediyimizdən çox böyük. Xanımlardan çox-çox üzrüstür. Vəhşi heyvanlar ailə qurmaq üçün savaşa çıxır. Odurdan başını salıb çıxıb gedir. Amma insan dediyimiz adam öz ailəsindən olan uşağa sataşır. Artıq burada şuurlu insan demək mümkün deyil. Bəyək bir ifadə işlədiniz. Çox-çox üzrüstəm, o küçük söhbətini dediniz. Mən bir hekayə yazıram. Özdə bunu çox düşünərək yazdım. Məsələn, biz deyirik ki, it kimi, sürəngi, it balası, itdən törəmiş, it kimi qudurmuş. Amma baxın, məndən şahid olduğumu deyirəm. 62-ci ildə mənim bibimin həyat yoldaşı traktor qəzasını görmüşdü. O cənazə qapıda olanda onun iti və atı necə ağlayırdı, bu saat gözünün ormandadır. Amma insanı öldürür və məhkəmə salonunda az qalır ki, şaqqanaq çəkib görür. Hansı bu şuuru yox? O heyvan mı? Yoxsa biz mi? Amerikada bir nəfər öz qızı ilə, iti ilə 4000 kilometr yol gedir. Ayrı-ayrı mehmanxanalarda qalır. Mən öz kitabını yazmışım. Təsadüfən it itir. 6 ay bu it piyada bütün o mehmanxanalar gəzir. 6 aydan sonra yarımcan gəlir, öz şəhərlərinə çıxır. Təsadüfən kişinin qızı və rəfiqəsi. Söhbət edəndə qız itin adını çəkir. İt gəlir, yıxılır ayağının altına və onda bilir ki, bu bunların itidir. 4000 kilometr yolu qət edib, öz sahibinin yanına qayıtmaz. İnsan var ki, atasının, anasının üzrünə gedir. İnsan var ki, insanlara ölüm arzulamağa sevinir. Ətrafımızda yoxdur. Baxın, görün, bir-bir hadisələr baş verir. Bax, sabah günləri Pakistanın baş naziri gəldi Laçında. Sabah cənab Erdoğan gəlir. 3-cü beynəlxalq hava limanı Laçında açılır. Bizim insan dediyimiz, insan fəxr etmək əvəzinə görün, sosial şəbəkələrdə nələr yazır. Ben özüm Qarabağda böyümüş adam, 30 il o cəhənnəmdə yaşamışım. İndiki vəziyyət hara, o illər hara. Əgər indi də insan dediyimiz, şuurlu insan dediyimiz adam, bu cür bağışlanmaz ifadələr işlədirsə, vətənini, dövlətini, onun rəhbərini təhqir edirsə, artıq insanlığın sonu çatmaqdadır.
Hər gün eşidirsiniz ətrafımızda baş verənləri. Ona görə də biz insan olaraq, mən Sabir müəllim o kitabında hər şeydən əvvəl bir insanlığa dəvət gördüm. Bir-birinə hörmət gördüm. Bir-birinə ehtiram gördüm. Onu yaradan fonksiyonal mahiyyəti gördüm. Və qəlb fəlsəfəsində nə deyir? Sağlam bədəndə sağlam ruh olur. Yanlışdır. Sağlam ruh, sağlam bədən yaradır. 30 il sağlam olan, heç bir zaman xəstələnməyən bir adam qəfildən xəbər versin ki, oğlun ölür, anan ölür, ürəyə çartlayır, ölür. Səbəb nədir? Stres. Deməli, fiziki mahiyyətdən öncə ruhi mahiyyət vacibdir. İnsanın ruhu olmasa, insan hər şeyi adiləşdirir. Sonra bəyək suyun intellekti dediniz, burada bir məqam çox vacibdir. Düz də onu insan yaradır. Amma bir insan yaratmır. Və təsəvvür edin, burada 100 adam var. 10 bin adam olsun, 50 bin adam olsun. Amma süni intellekt milyonlarla savadlı insanların, məhsullarının bir-birinə təkan verici məcmusudur. Ona görə də bir saniyə içində milyardlarla əməliyyat aparır. Onun üstünlüyü oradadır. Düz yol bizi kim dərk edə bilməz. Amma bizim 50 il istifadə edədiyimiz vaxtımızı bir saniyenin içində qoyacaq ortaya budur. Ən azından bir həftə, 2 həftəyə gedən prosesi yolun göstərəcək ki, 2 saatdır. Burada biz nə edirik? Maddələrə qənaət edirik. Əmək sərfinə qənaət edirik. Zamana qənaət edirik. Daha keyfiyyətli məhsul alırıq. Yan məhsullar olmur. Və Sabir müəllim bunun mahiyyətini açır. Orada baxın, insanın funksiyalarını göstərir, hələ bir vəsailə də yazıb. Yəni, bir vərənin hamısında insan funksiyalarını sadalayır, yəni o genetik mahiyyət, fizioloji mahiyyət gətirib həmin o funksiyaları çıxardır. Ben bu yaxınlarda televiziyada dedim, suyu biz elə bilir ki, H2 odur. Amma belə deyil. Kim deyir ki, H2 odur, əlini alsın. Elə yazılır. Yox. Bax, H2 onun skeletidir. Və söyüş dəyərsiniz suyun yanında. Caz musiqisi çaldırarsınız suyun yanında. Hisli suyu götürərsiniz, o sizə zəhər olacaq. Amma suyun yanında bir həzin musiqi, xoş söz, gülər yüz, suyun mahiyyəti dəyişəcək. Çünki o moleküllər arasında əlaqənin mahiyyəti dəyişir. 75% bədənimiz sudur. Bax, bu kişi də o mahiyyəti açır da. Su deməklə, əslində, bax, Nizami Gəncəvi 12-ci əsrdə deyir. Deyir ki, bir getdin, gördün bir su var. Nə biləsən ki, o içməlidir ya zəhəridir. Nizami üstünə o suya tükür, əgər orada konsentrik çevrələr əmələ gəlmirsə, qaç ondan, içmə. Ki, bilirsən? Deyir ki, suyu sterilləşdirmək üçün bir böğürkən qanadını kəs, at suyun içine, sabah görəsən o tamam steril bir sudur. Bax, görürsün, təbiəti bilmir adam belə fəlsəfi yanaşma deyə bilməz. Yəni, bizim bu kitabları, mən Sabir müəllimə bir dənə şey deyim ki, mənim bütün rayonlarda dostlarım var. Mən 58-59 alim hazırlamışam, onun biri Qarabağlıdır. Biri Qarabağlıdır. Mənim üçün fərqi yoxdur, sən halalısın. Vacib olan şeydir ki, vətənini sevməlisən, dövlətini sevməlisən, xalqını sevməlisən, ailəni sevməlisən və ünsiyyət mədəniyyətin güclü olmalıdır. Və Sabir müəllim mənim kabinetimə hətta xəbərsiz gəlir, mən onu qəbul etməyə bilmərəm. Mənim yanıma məktəbli uşaqda gəlir, mən onu kabinetimdən yola salmarım və onu dəhlizdən yola salırım.
Bu yaxınlarda bir hadisə oldu, onu da deyim sizə ilk gün açdırdım. 270 nömrəli məktəbin 7-ci sinif uşaqları mənim yanımda idi. Özsanda. 7-ci sinifdə oxurlar. Ben sual verdim ki, kim bacısına hörməsizlik edir, diqqətsizlik edir. Biri dedi ki, mən. Deyirəm, niyə? Deyir, sözümə baxmır. Deyirəm, sən nə dedin ki, o sənin sözünə baxmır? Deyir, mən sən burada deyə bilərəm. Deyirəm, bax, onda sən sualı özünə ver ki, nə üçün bacım mənə cavab məni sayılır? Axırda duranda dedi, var mənə kitabını yaz bağışlar. Dedim, mən sənə kitab verməyəcəm. Gedəcəksən evə, bacımla barışacaqsan, telefonla zəng edəcəksən, bacım mənə deyəcək ki, qardaşımla barışdım, mən sözcümlə kitabı hövsana göndərəcəm. O gün bugün gəlməyir. Mən gələn həftə durub burada düz gedəcəm hövsana. Çünki o dərk eləməlidir ki, mən dediyim sözün arxasında durum. O dərk eləməlidir ki, mən elə belə boş yerə danışmam. Və Sabir müəllimin fəlsəfəsində o mədəniyyət olur. Və biz çalışmalıyıq ki, bölgələrimizdə ziyalı mühit olsun. Ben çok vaxt deyirəm, bir zaman gələcək ki, biz Bakıdan avtobusla yığıb ziyalılarımızı aparıb rayonlarda təbliğat işçisi kimi istifadə etmək məcburiyyətində qalacaq. Ona görə də bax, bu bölgələrdə olan insanlara çox böyük diqqət lazım. Çox böyük qayğılardır. Ben Sabir müəllimin oğlu burada harada doğuşdu. Bax, mən sənə dedim, atanla fəxr edə bilərsin. Ata-ana seçilmir. Allah tərəfindən hədiyyədir. Çoban da olsa, ölkənin rəhbəri də olsa, ata-ana ən müqəddəs varlıqlardır. Amma beləsi iki qat varlıqdır, dəyərli varlıqdır. Çünki bu təhcə sizin üçün yox, bölgəniz üçün yox, bütün Azərbaycan üçün sayılıb seçilməli bir adamdır. Və mən də fəxr edirəm ki, mənim belə bir kişi ilə dostluğum var və özü də bilir ki, hər zaman mənim qapım açıq. Zaman məhdudiyyəti Sabir mənim üçün yoxdur və olmayacaq. Və mən hesab edirəm ki, bax, salonda sizin gəlməyinizə görə sizə təşəkkür edirəm. Sizi heç kim bura məcbur gətirmişdir. Biz bəzən bunu da eləmirik. Zeyran müəllimin mən dəyər ölçüsünü bilirəm. Böyle siz dediniz, bizim fikirlerimizin %99'u demək olar ki, üst-üstə düşür. Həm elmi yanaşmalarımız, həm insani münasibətlərimiz, həm dövlətə münasibətlərimiz. Bunlar hamısı göstərir ki, olsa da bugün elmin ağır vaxtlarıdır. Çox ağır vaxtlarıdır. Öz doğru günahkarı heç kim deyil. Elmi yaradanlardır. Biz zamanında alimin dəyərini fərqləndirə bilmədik. Biz alimi müdafiə etmirik. Bax, bugün ən çox söylən kimdir? Alimdir. Müəllimdir, məktəbdir. Bunlar üçü də müqəddəsdir. Əgər alim yoxdursa, bu ölkənin, bu xalqın gələcəyi yoxdur. Əgər müəllim hörmətdən düşürsə, və bir misal deyim, Kanadada müəllimliyə kolleci qutarmayan adamı götürürlər. Abituriyentlərdən hər 100 nəfərin cəmsi 10 nəfər qəbul olur. Hətta müəllimliyi qutarandan sonra sənə daimi bakalavr diplom vermirlər. Sənə verirlər müvəqqəti bakalavr diplom. 2 il, 5 il işləyəndən sonra vilayətdən asıl olurlar. Nazirliyin xüsusi komissiyası səni imtihan edir, sonundan sonra sənə müəllimlik olur. Orta yaş 29-dur. Biz nə edirik? 200 baldan yuxarı kim var, gəl otur müəllimliyə. Bax, bu günlərdə Qərb Universitetinin 22 nəfər tələbəsinə sual vermişəm ki, ekoloq peşəsini sevə-sevə gəlmişsiniz, deyil, yox. Mən həkim olmaq istəyirəm. Sevgisiz müəllim, sevgi ilə dərs verərmi? Yox.
Sabir Rəzvan deyir ki, sevgi, məhəbbət, istək şuurun fizioloji proseslərinin elə nəticəsidir ki, onu sürüləşdirmək olmaz. Ona görə mən o kişiyə təşəkkür edirəm. Çox sağ olun. Sabit müəllimə dəyərli fikirlərinə görə təşəkkür edirik. Çox sağ olun fikirlərinizə görə. Növbəti bizim öz fikirlərini, dəyərli fikirlərini söyləmək üçün Fəlsəfə Sosiologiya İnstitutunun fəlsəfə elmləri doktoru Sənan Ceylan. Buyurun Sənan bəy. Ev yox. Sənan müəllim görüşünüzü bilirsiniz, mən burada indi kitabla əlaqədar fikirləri müəyyən söyləyən şəxslər öz fikirlərini söylədi. Burada həm də Fövqəladə Hallar Akademiyasından da iştirak edirlər. Əliyar müəllim. Amma mən də bir-iki bunu zəhmət olun. Elə mən sizə söz verəcəyim. Sağ olun. Valla mən hamını salamlayıram, hamınızı orada xoş görmüşük. Mən çox şadam ki, bu günləri Sabirlə sizin belə çox dəyərli bir kitabın təqdimat mərasimi keçirilir. Əlbəttə ki, mənim üçün də çox xoşdur. Mən də demək, müəllimlərin dediklərinə qoşuluram. Çox hörmətli alimlərimiz, Fatih müəllim, çox dəyərli, yaxşı təhlil elədi, çox yüksək qiymət verdi. Sonra bizim demək, fiziolog həmkarımız, sonra fəlsəfə üzrə professor, doktor çox yaxşı dəyərləndirdi. Sizin çox qiymətli təklifləriniz var. Mən də onun çox dərindən tanış olmağa vaxt olmayıb məndən. Amma çox xoşuma gəldi, çox qiymətli orada fikirlər var, çox qiymətli tövsiyələr var. Ümumiyyətlə, həyat haqqında, yaşamaq haqqında, sevgi haqqında, məhəbbət. Ümumiyyətlə, hər şey haqqında onun dəyərli, onun əmələ gəlməsi, onun tam dəyər qədər. İndi bağlı, mən laf onun mexanizmasına qədər apardı ki. Amma mən də öyle fikir deyəm ki, bu çox qiymətlidir, çox yaxşı əsərdir, çox gələcək üçün, nəsillər üçün çox yaxşı məsləhət verici, istiqamət verici bir qiymətli əsərdir. Amma mən deyim ki, belə çətin vaxtda indi Vaqif müəllimə bu elmə, bu qədər elm sahəsində çalışan, döyüşən, əmək sərf edən adamlar bugün elmdən kənarlaşmağa doğru gedir. Amma siz elmlə məşğul olmayan, çünki o məcbur olaraqdan bəzən gedir. Ona görə ki, elmə elə adamlar bu günləri gəlir ki, o elm artıq öz dəyərini itirməyə başlayır. Mən Vaqif müəllimlə tam şərikəm ki, bu günləri 200 bal toplayıb, müxtəlif yerlərə, elə qiymətli, elə lazımlı yerlərə gedib o köşəni, o adam heç vaxt cəmiyyətə xeyir verəmir. Heç vaxt xeyir verəmir. Vaqif müəllim, mən sizinlə almışlayıram o fikrinizi. Çünki o həqiqətən heç biri onları sevərək, onu nətər gəlirlər, seçərək gəlmir. O təsadüfi ora qədəm qoymaqdır, gəlməkdir, yəni nətər gəlirlər, o diplom almaqdır, o diplomdan da bir xeyir görmüşdür. Mən sizə tam əmin edirəm, mən də sizlə elə əmrəşilov, eyni təcrübəmiz var, eyni münasibətimiz var, fikirlərimiz və tamamilə mən sizlə şərikəmdir. Çox belə üst-üstə düşür. Çünki mən öz təcrübəmdə görmüşəm və mən akademik Cəlal Əliyevin tələbəsi olaraq mən həmişə Cəlal müəllimə, Vaqif müəllim, Cəlal müəllimə sual verdim, ona belə çox yaxşı münasibətiniz vardı. Deyirdim ki, Cəlal müəllim, baxın, kəs yaxşı adamdır, onu niyə söyürsünüz? O biraz çox belə çılın adam idi, hamı ona biləyirdi ki, söyür, amma söymürdü. Cəlal mənim çox həlim xasiyyətli, çox gözəl bir insan idi. Mən bunu çox yaxından tanıydım. Və o mənə deyildi ki, 10 dəfə deyir, mən bunun günahlarından keçirəm, 11-ci də söyləyəm.
Mən indi həmin hərəkəyə gəlib satmışam, mən belə siz deməli. İndi biz görürük ki, bu nədən irəli gəlir? Bu həqiqətən təsadüfün nəticələridir. O səbəbdən, nəticələrdən də söhbət olacaq. Yəni, təsadüfün nəticələri bu günləri cəmiyyəti yolundan, siz deyilir, çağırır. Əlbəttə ki, onlar dövlətin başçısının bugündən nə təqdirlər, öz ərazi bütövlüyümüzə, öz milli dəyərlərimizə qayıtdığımız bir vaxtda elə adamlar, o təsadüf adamlardır ki, o sözləri deyənlər, onlar mətbuatda yazanlar da çox təsadüf adamlardır. Ona görə bugünkü belə kitabın elə öz əhəmiyyətindən, mahiyyətlərindən də biri olur ki, biz həm də gələk milli dəyərlərə də qayıdaq. Ondan sonra siz çox cürətamiz sözlər dediniz, onlar əlbəttə ki, mən tam sizin fikirlərinizlə tam şərikəm. Yəni, milli mənliyimizə, milli dəyərlərimizə biz qiymət vermədən biz heç bir şeyə qiymət verə bilmirik, heç bir şey. Yəni, harada bizim valideynlər, rəhbərlər filana, əgər belə şeydə bizdə bir millilik yoxdursa, biz hansı yaxşı şey, hansı xoş şey, onu qiymətləndirə bilərik. Ona görə Sabir müəllimdən təbrik edirəm, sizə can sağlığı arzulayıram, ötürəm sizi. Hamıdan da mən üzr istəyirəm, mən təcili bir işim olduğuna görə məni üzrə hesab edin, siz davam edin. Nəvəmin ən sevimli bir nəvəmin ad günüdür. Var olun, ötürəm. Allah bütün nəvələri qorusun, Allah bütün nəvələri xoşbəxt eləsin. Onların hamısına mən xoş arzular bildirirəm, can sağlığı. Hörmətli Zeynal müəllim də öz dəyərli fikirlərini bildirdi. Burada bizim Sənan müəllim xahiş edirəm, buyurun. Burada süre çatır. Hörmətli tərbiyə iştirakçıları, hamınızı salamlayıram və xüsusilə qeyd etmək istəyirəm ki, Sabir müəllimlə bizim tanışlığımızın çox yaxın tarixi var. Biz təxminən bir 20 gün olar ki, belə Sabir müəllim mənlə görüşə gəldik və ilk görüşdə bizim cəmi bir neçə dəqiqə söhbətimizdən sonra mən Sabir müəllimi kəşf etmək haqqında düşündüm ki, mən ondan necə həmsöhbət oldum, hansı bizim addan yanaşır. Mənim sahib siyasi elmlərdir, ancaq fəlsəfiyə də yaxın mən fəlsəfə üsulunda işləyirəm. Fəlsəfi baxımdan ondan söhbətimizi quraq. Daha sonra baxdım ki, ilahiyyat elmini dərindən bilən insandır və bizim söhbətimiz çox geniş əhatəli bir formatda keçdi. Başladım Sabir müəlliməni öyrənməyə və kitabını mənə hədiyyə edəndən sonra mən kitabın üzərində mütaliəmi davam etdirdim. Hətta bir neçə evə varıb orada müxtəlif bölmələrdə oxumağa başladım. Tam səmimi və məsuliyyətlə demək mümkündür ki, Sabir müəllimin bu tədqiqat işi hər kəsə, hər zaman gərəkdir. Demək olar ki, burada bütün peşə sahibləri bu kitabdan yararlanmalıdır. Biz hərəmiz hansısa bir sahədə elmi tədqiqat aparmışıq, müdafiə etmişik. Müəyyən o tədqiqat sahəsinin müəyyən səviyyəsinə gəlib çatmışıq. Ancaq Sabir müəllimin xidməti, deyərdim ki, çox yüksək qiymətə layiqdir. Yaxşı vətəndaş olmaq üçün bu kitabı oxumaq lazımdır. Yaxşı ailə başçısı olmaq üçün bu kitabdan yararlanmaq lazımdır. Yaxşı alim olmaq üçün, öz peşəsinə gəlmək üçün, cəmiyyətdə layiqli yer tutmaq üçün bu kitabdan istifadə etmək lazımdır. Elmin gücü, düşüncənin sərhədsiz olmalı və sərhədsiz olduğu qədər də çıxışlar qeyd etdi. Yeni yaranan problemlər, o problemə qarşı insanın mövqeyi, onun qabaqcı tədbirləri. Bax, bunun hamısı burada demək olar ki, Sabir müəllimin təfəkküründə, tədqiqat obyektində cəmləşir. Mən Sabir müəllimi ürəklə təbrik edirəm. Və belə deyək, ideoloji sahədə xidmət etdikcə insan bir formata köklənir. Deyək ki, siyasi sahədə bir formatda köklənir insan. Bütün enerjisini, qüvvəsini o istiqamətə sərf edir. Ancaq burada həm ideologiya var, həm
ilahiyyat elmi var, həm siyasət var. Bunların cəmi və onların sintezində biz nəyisə buradan öyrənib əks edirik. Yaxşı misallar çəkildi. Yaxşı, belə deyək, insanın yaşam tərzini müəyyənləşdirən məsələlər qoyuldu. İnsan doğrudan da özünə hər gün sual verməlidir ki, insan məfhumunda, insan belə deyək, canlı kimi şuurlu bir varlıq yalnız insana məxsus olan necə yaşamalıdır? Təəssüflər olsun ki, biz hələ də neçə əsrlər ildə, gələcəkdə də bu sualın cavabını axtarmalı olacaq. Ona görə ki, dünya problemlərdən xalidiyə getdikcə də daha çoxdur. Nə etmək lazımdır ki, o azalsın? Çox çətin məsələ. Alimlər də cavab verir. Bəlkə də alimlərin iradəsindən o praktiki siyasəti həyata keçirənlər bir razılaşsa, hesablaşsa, nələr səlb etmək olar? Təəssüf ki, bu əlaqədə yox. Bu əlaqədə də bir uçurum var. Uğurlar arzulayıram. Bəhrələnək, oxuyaq və əməllərimizdə onu tətbiq edək. Təşəkkür edirəm. Bizim bu bugünkü tədqiqatda, təqdimat mərasimində Fəlsəfə və Sosiologiya Institutunun Fəlsəfə elmləri doktoru Şahin müəllim, Şahin Bağlı. Buyurun Şahin. Mən də istəyirəm doktor ilk öncə təbrik edeyim. Çünki indi kitab yazmaq, kitaba yatırım qoymaq biraz necə deyirəm, nonsens məsələdir. Adətən insanlar pulu, kapitalar, qızılar, gümüşə qoyurlar, belə bir vaxtda bu qədər xərcə çıxsın. Və həqiqətən də bu günlərdə ikinci bir təqdimatda, kitab təqdimatda istifadə edir. Əslində, kitab təqdimatı özü bir kitab bayramı, yəni elm bayramı, elm gününə görmüşük, şadlığı günü. Nəyə demək istəyirəm? Mənim də sahəm Səman müəllim kimi biz siyasi elmlər üzrədir. Mən siyasətin fəlsəfəsilə məşğuldum. O da siyasətin fəlsəfəsi, həm də siyasi fəlsəfə var, ayrı-ayrı olsa da doktor da görünür tibbin fəlsəfəsindən və ya da tibbi fəlsəfə ilə. Bunlar ayrı-ayrı doktorluq daha yaxşıdır. Ümumi götürəndə bunun fəlsəfənin başqa sahələr var. Füzuli müəllim İdraç fəlsəfəsinin bir də böyük təfəssüdür, layiq təfəssüdür. İdraç fəlsəfəsindən yazılır. Burada fəlsəfənin bir dərc olunan fəlsəfə, yəni dərc olunan, amma fiziologiya istər-istəməz və yaxud alimlərdən biri gedir ki, o bizim 5 yuvan sözlərini görəndə, hiss edəndə, eşidəndə biz bunu Descartes danışdır səni görür. Fəlsəfə belə, bunun fiziologiyasında qarşıdır, biz belə başa düşərlər. Çünki fəlsəfənin yaxşı müdür, Səman müəllimdir ki, söhbət edən kimi hiss elədim ki, mən kimlə söhbət edirəm. Yəni danışdı, gördüm artıq var. Fiziolojinin fəlsəfədə fiziologiyadan belə başa düşürəm. Qaldı ki, orada ilahi mahiyyət və fəlsəfənin fiziologiyası həqiqətən də burada istər din, elm və fəlsəfə. Bunlar ayrı-ayrı məsələdir. Dində, məsəl üçün, sual, elə bir sual yox ki, dində onun cavabı olmasın. Bəlkə var dinin cavab vermədiyi bir sual. Elmin öz metodologiyası və elm hara qədər gəlib, istədiysə oraya qədər, bu elmə məlum deyil. Və ya da məlumdursa onu izahını verir. Fəlsəfə ümumi baxışlar istədir, dünya görüşü istədir. O da həm dini dünya görüşü var və fəlsəfənin öz dünya görüşü var, eyni zamanda elmi dünya görüşləri düşür. Sizin kitabı mən oxudum, düzü fizioloji mahiyyəti, ilahi mahiyyəti başa düşünmək olar arası, o biraz metaforik söhbət ola bilər. Fizioloji burada metafora yoxdur, mənim diqqətimi cəlb edir. Çünki bundan əvvəl astrologiyanın elə sahələri var ki, mesela astral həyat deyilən bir şey var. Metafizikada, fəlsəfədə ona metafizika deyirlər. Fizika, fəlsəfənin özü qalın burada, metafizika. Əslində götürəndə metafizika ilə astral həyat deməkdir. Siz daha çox tibbi mahiyyət deyəndə ona yönəlmişsiniz. Sizin ikinci bir kitabınız mənə gəldi, saxta ola qoymuşlar. O kitabı mənə vermişdi, onu oxumamışdı. Orada olacaq başlıqlara baxdım mündərizatda, mənim çox diqqətimi cəlb edədi. Bəlkə də mən illərlə, 100 illərlə mən düzü buna gətirəndə fəlsəfə, üstünə istiqamətləndirdə fəlsəfəyə, siyasətlə daşır olmuş, bir üçün elmə. Ancaq mən siyasətdən ayrıla bilmədim. Ancaq görürəm ki, istədiyim o fəlsəfəni, o kitabda, burada qoyuram, şurada qoyuram. Orada sizin yerinizdə o yox, fiziologiya yox. Nə danışa bilər? Bu günləri, əgər kitab
təqdimatdırsa, buna sevinməliyik. Elə bir dövrdə yaşayırıq ki, valla kitab oxuyanlar da yoxdur, kitab oxuyanlara da belə bir, bəlkə də yüz istər ifadə edir, dəli kimi baxırlar, xəstədir, kitabla oxuyur. Ümumiyyətlə, kitab təqdimatına biz sevinməliyik. Bayram eləməliyik. Həmin bayram ikincisinə biz bugün yığışırıq. Səhər-səhərdə bir Bəhəddin bəy kitab, böyük izdiham var idi. Çox sevindim, bəlkə Bəhəddin bəy şəxsiyyətini onlara hörmətdən də iləri gəldi. Sabir bəydən mən yaxşı tanıdım, onların nəsil kökünü tanıdım. Bunlar tayfada sizin bir əmiz olub, Mollakanlar. Dövrünün çox güclü din xatiri olub. Hələ bir yaşlı nəsillər onun söhbətlərindən danışarlar. Baxalım ki, bu kim olub? Ev ki, görəməyəm biz elə şəxsiyyətləri. Eşitmir Şeyh Məhəmməd özü ondan. Ondan təhsil alıb Şeyh Məhəmməd də ki, bunda tanınmış alimlərdə idi. Yəni o nəslin, o şəcərənin nümayəndələrindən insan bilməkdir. Əslində elm oldu ki, mübahisə yazsın. Əslində elm oldu ki, orada yeni bir şey qoysun orada. Taftologiya onun kimsə yazdığını gətirib, bu yana fırlayıb yazmaq olsun, bu yana vurmaq. Nəsə yenilik olanda olur elm. Mən sizi təbrik edirəm, uğrar arzu edirəm. Başqa nə danışa bilərik? Çox danışmaq olur. Kitab oxuyandan sonra yəqin bizim müzakirələrimiz olur. Təbrik edirəm, uğrar. Ehtiyac varsa davam edir, amma mənə elə gəlir ki, çox yormaq olmaq. Nəzər olaraq müəllifə söz verək, öz fikirlərini və Şir Məmməd bəli. Buyurun Şir Məmməd. Mən bir daha gördüm ki, doğrudan Sabir müəllim məni çox istəyir. Biz dostluq. Burada iştirak edən alimlər çox gözəl çıxış elədilər, çox diqqətlə qulaq asdı. Hamımıza gözəl təəssürat bağışladı. Həqiqətən Peyğəmbərin belə bir kəlamı var, deyir ki, alimin bir damcı mürəkkəbi 40 il ibadət eləməyə arvadır. Alimlərin hamısını təbrik edirəm, onlara can sağlığı, uzun ömür arzulayıram. Allah millətimizin bu ön təbəqəsində gedən bu ziyarlarımızı millətimizə, devlətimizə, devlətçiliyimizə çox görməsin. Sabir müəllim haqqında mən sutkalarla danışaram azdır. Çünki bir şey sizə açın burada deyim ki, Sabir müəllim böyük təfəkkürə, böyük düşüncəyə malik bir qardaşdır. Özdə Sabir müəllimə, bax bu yazıb, kitabını yazmaq, bunu mən açacağım Sabir müəllim burada. Sabir müəllimə Peyğəmbərimiz tərəfindən verilir. Gecə yuxuda görüb və ona ərz edib ki, sən qələmi yerə qoyma, gələcəkdə böyük bir mütəfəkkir alim olacaqsın. Həmən o fikirdən sonra Sabir müəllim özü də asıl olmadan dəfələrlə mənə söhbət olur ki, qardaş, mən dayana bilmirəm, məni narahat edir bu fikirlər. Çox adamlar sual verir. Sən necə oldu yazdın? Nətər oldu yazdın? Yəni bir insanı əgər onun qismətində varsa, o yazır. Sabir müəllimin düşüncələrində bir şey var. Deyir, insanı idarə edən ağıl gözə görünmür. İnsanı bütün cinayətlərə sövq edən o daxilində o nəfis gözə görünmür. İnsanın bütün varlığını idarə edən bir yerdən danışdığımız o ruh gözə görünmür. Gör, qurban olduğum necə sirli yaradıq bu dünyanı. Və Sabir müəllimin o yazılarında var, bir qurban olduğum birinci yeri ram elədi, ikinci deməli otu bitirdi, sonra ot yiyənləri yaratdı, sonra ət yiyənləri yaratdı, sonra insanı yaratdı. İnsan həm ət yiyir, həm ot yiyir. Sabir müəllimin fikridir, böyük bir düşüncədir. Mən çox da yormaq istəmirəm yoldaşlar doğrudan Sabir müəllimin bu gözəl təqdimatında, bu gözəl deyilən sözlərin hamısına qoşuluram. Çıxış eylənlərin hamısına Sabir müəllimin bir dostu kimi öz minnətdarlığımı bildirirəm. Sabir müəllim həm gözəl dostdur, həm gözəl insandır, həm gözəl atadır. Bütün Allahın, necə deyirlər, bütün gözəllikləri Xudabənd aləm Sabir müəllimə bəxş edir. Bugün bura gələn, burada iştirak eylənlər, qızıl vaxtın ayrı gələnlərə, onun dostu kimi hər biri öz minnətdarlığımı bildirirəm. Və qeyd eləmək istəyirəm ki, bugün burada
Əlbala müəllim, hörmətli professor iştirak edir. Eldar müəllim bugün burada iştirak edir. Könül xanımın başının dəstəsi ilə gəlib iştirak edir. Bugün hamımıza böyük qürur verən və devlətimizə, devlətçiliyimizə yaxından xidmət edən, yeniləşən devlətə dəstək İctimai Birliyi bütün üzvləri ilə burada iştirak edir. Və bugün İctimai Birliyin sədri İlham müəllim şəxsən burada iştirak edir. Sevinç xanım iştirak edir, Hüseyin müəllim iştirak edir. Hər birinizə bir daha öz minnətdarlığımızı bildiririk. Sizə uzun ömür, can sağlığı, gələcək işlərinizə müvəffəqiyyət arzulayırıq. Deyilən gözəl fikirlərə görə, təkliflərə görə, arzulara görə hər birimizə yenə də ürəkdən təşəkkür edirik. Aktiv iştirak edənlərə xüsusi təşəkkürlər. Mən elə fikirləşirəm ki, burada müəllif özü son sözünü deməlidir və göstərilən o münasibətlərə, fikirlərə öz münasibətini bildirməlidir. Buyurun, doktor. Hörmətli tədbir iştirakçıları, hörmətli alimlər, vaxt ayırıb gəldiyinizə görə sizə öz təşəkkürümü bildirirəm. Eyni zamanda diqqətinizə çatdırım ki, yaradıcı alimlər, idarə edici alimlər həmişə az iş şəraitində işləyirlər, vaxt azlığı şəraitində işləyirlər. Amma buna baxmayaraq, bu vaxt azlığı şəraitində vaxt ayırıb, böyünlərə gəlib təqdimatda iştirak etmək, elmə dəyər vermək, bu böyük bir elmə olan hörmətdir və buna görə sizə öz təşəkkürümü bildirirəm. Vaxtınızda gəldiniz və kitabın dəyərlənməsində iştirak edildiniz. Demək, İnsanın dünyaya gəlişi yeni bir yenilikdir. İnsanın dünyaya gəlişi bir yenilikdir. Yenilik dünyaya gəldiyində nə yaradır? İnkişaf yaradır. Kitab da həmən bir şeydir. Kitabı da yazılan hər bir kitab insanın özü yeni olduğu üçün, fərqli olduğu üçün yazılan kitablar fərqlidir və cəmiyyətin inkişafında rolu var. Bu baxımdan yeni fikirləri, yeni kitabları alqışlayan alimlərə, görünməyəni görənlərə, dərk olunmayanı dərk edənlərə və görüb dəyər verənlərə öz təşəkkürümü bildirirəm. Bu günləri çıxış edən alimlər özlərinin müdriklik işığı ilə kitabın məzmununu dəyərləndirib sizə çatdırdıqlarına görə yüksək səviyyədə yenə də yaradıcı alimlərimizə öz təşəkkürümü bildirirəm. Demək, bütün kitablar yazıldıqda cəmiyyətə inkişaf gətirdiyinə görə bu baxımdan mən də arzu edirəm ki, bugün təqdimatına gəldiyimiz və iştirak etdiyimiz və dəyərləndirilmiş bu kitab cəmiyyətin inkişafında mühüm öz yerini tuta bilsin. Mənim də arzum budur. Sizlərin hər birinə təşəkkür edirəm. Var olun, sağ olun, səmimi sözlərinizə görə, alimlərin verdiyi dəyərə görə mən sizlərə, bütün alimlərə, başda mənim yaxın dostum olan Vaqif müəllim Abbasova bu kitabın ərsəyə gəlməsində ilkin mərhələdən bugünə qədər o fikri azad buraxmadı və bu günləri kitabın bu səviyyədə təqdimatı hörmətli Vaqif müəllimə məxsusdur. Mən onun bütün qayğısına görə, diqqətinə görə, eyni zamanda sizin alimlərin, görünməyəni görənlərin bu kitabı dəyərləndirdiyi üçün
bütün alimlərimizə təşəkkürümü bildirirəm. Sizin mənə verdiyiniz dəyər, kitaba verdiyiniz dəyər, mən onun sözündən yəqin ki, ifadə edə bilmirəm. Amma mənim üçün çox qürur vericidir və mənim də üzərimə böyük məsuliyyətlər qoyulur. Mən bugünkü çıxışlardan sizinlə fəxr elədim və mən bundan sonra necə görünmüşəmsə də, o cür olmuşamsa da, bundan sonra çalışacağım Allah verdiyi ömrü, bundan da sonra daha yaxşı mənalı keçirdim. Xalqımıza, dövlətimizə, millətçiliyimizə, məndən asıl olan nə iş varsa, onu layiqincə canla başla yerinə yetirim. Sizin şəxsinizdə bir insanlığı dərk eləmək mümkündür. Mən burada başqa cür danışmıram. Artıq bir dənə də söz demirəm. Gəldim, kitabı yazdım, düşündüm. Ola bilər ki, mən burada kimyəvi məsələlərə toxunmuşam. Birdən səhv olar, mənə deyirlər, bilmədiyin şeyi nəyə görə belə qeyd eləmişsən? Heç bir dostunun, tələbə dostunun bir salamı ilə hələ ona qədər də bilmir mənim yanıma kim gəlir. Qapını döydüm, dedilər ki, filan kəs gəlib, həkim gəlib, dedi, buyursun. Gəldi, məni danışdırdı, mən də ondan ünsiyyətimiz alındı. O gündən etibarən kitabın ilkin hələ çapından da əvvəl oxudu, ilkin əl yazmanı. Ondan sonra onun məhəbbəti yarandı və məni də azad buraxmadı. Dedi ki, bu işi axıra qədər yaxud çatdırmaq lazımdır. Yəni, yüksək qiymət verdi bir sözlə. Allah sizləri qorusun, təşəkkür edirəm. Minnətlərlə gəldiyiniz, zəhmət çəkdiyiniz üçün. Var olun. Xahişim oldu ki, burada bir şəkil də çəkdirək. Çəkdirək.